Bu görüntüdə sadə bir senarini test etdik. Eyni sayda və eyni məhsullarla doldurulmuş iki səbət, biri ənənəvi kassada, digəri isə smart kart sistemi ilə yoxlanıldı. Nəticə, smart kart ilə alış-veriş prosesi təxminən 50% daha sürətli tamamlandı. Çünki ənənəvi kassada proses 7 addımdan, smart kart sistemində isə cəmi 2 addımdan ibarətdir. Ənənəvi alış-verişdə məhsullar səbətə yığılır, kassaya yaxınlaşılır, növbədə gözlənilir, məhsullar kassirə təqdim olunur, tək-tək skan edilir, ödəniş edilir və sonda paketləmə həyata keçirilir. Smart kart ilə isə məhsullar səbətə yığılarkən eyni anda skan olunur və məbləğ dərhal hesablanır. Sonda isə yalnız ödəniş və paketləmə qalır. Üstəlik, smart kart ilə siz alış-veriş zamanı ümumi məbləği əvvəlcədən görür, büdcənizə nəzarət edir və daha qənaətli alış-veriş edə bilirsiniz.